Əslində hər birimizin həyatında bir müəllim obrazı olur. Bəzən məktəbdə tanıyırıq onu, bəzən elə həyatda da qarşımıza müəllimlər çıxır. Bizi öyrədənlər, bizə yol göstərənlər. Əslində müəllim insanı dəyişməyə məcbur eləmir. O sadəcə səni oyadır və bəzən sənin oyanmağın üçün böyük danışmaq, uzun söhbətlər eləməyə də ehtiyac olmur. Elə bir cümlə, bir gülümsəmə, bir baxış, o müəllimin verdiyi bir misal, bir hekayə səni həyatda oyada bilər. Müəllimlik bilik verən bir peşə deyil. Əsl müəllimlik isə ruha işıq tutmaqdır. Çünki öyrənilən bilik unudula bilər, amma ruhuna toxunan sözlər heç vaxt silinmir. Və bəzən müəllim dediyin o adam lövhənin qarşısında olmur. O bəzən elə həyat yolunda sənin qarşına çıxır. Həyatımıza elə insanlar daxil olur ki, onların davranışı, sözləri, enerjisi bizdə bir iz qoyur. Bəzən isə ətrafda elə insanlar olur ki, onları sadəcə seyr etməklə, onların öz həyatlarına, ətrafındakı insanlara olan münasibətindən belə sən dərs öyrənirsən. Bu Azərbaycan səfərimizdə də bizim qarşımıza belə bir insan çıxdı. Öz vətəninə, xalqına, elə öz həyatına olan o coşqusu, zəhməti, o enerjisi məni heyran elədi. Araz bəyin həyat tərzi mənə öyrətdi ki, sevgi ilə edilən hər iş kiminsə ruhuna toxuna bilir. Bəzən elə bir insan öz həyat tərzi ilə, öz dəyərlərinə sadiqliyi ilə ən böyük dərsi də verə bilir. Yaradan bizə çox dərs, çox müəllim göndərir, sadəcə biz onları görə bilmirik. Bəzən diqqətimiz dünyaya elə yönəlir ki, dərslər yanımızdan səssizcə keçir. Və ona görə də ən böyük bilik görə bilməkdir. Dərsi, insanı, işığı, bu həyatda sənə öyrətmək üçün göndərilənləri. Bəs sən Yaradanın sənə göndərdiyi dərsləri, mesajları görə bilirsənmi?